Bugün ister öz cəmiyyətimizə baxaq, istər möminlərə baxaq, istər ümumilikdə müsəlmanlara baxaq, istər dünyanın dörd bir tərəfində yaşayan insanlara baxaq ki, hər kəs şikayətçidir. Nədən şikayətçidir? İnsani münasibətlərdən şikayətçidir. Müdür işçisindən şikayətçidir, işçi rəhbərindən şikayətçidir, qonşu qonşudan şikayətçidir, ata övladlarından şikayətçidir, övladlar valideynlərindən şikayətçidir, qardaş bacıdan, bacı qardaşdan, dost dostdan, yəni bu məsələlərin mövzuları daha genişləndirib, daha geniş şəkildə sadalamaq olar. Bəs bu qədər şikayətin kökündə nə dayanır? Hər kəs şikayətçidir, bəs şikayət olunan kimdir? Biz hər birimiz oturduğumuz yerdən özümüzü o şikayətin içərisindən çıxmaq şərti ilə bütün insanlığı şikayət edirik. Və siz də oturduğunuz yerdən hər biriniz özünüzü çıxmaq şərti ilə bütün insanlardan şikayətçi olmuş olursunuz. Bəs bu xəstəliyin, bu dərdin dərmanı nədir? Biraz keçmişə baxanda görürük ki, böyüklərimiz buyurardı, bir qəhvənin 40 il xatirəsi olardı. Nə idi bu atalar sözünün bizə verdiyi mesaj? Hardasa yolları kəsişib, bir qəhvə içiblər, bir söhbət ediblər, dərdləşiblər. O qəhvənin xatirəsi onlarda 40 il qalıb, bir dostluğa çevrilib, bir qardaşlığa çevrilir. Biri üçün, bəzən o qəhvənin ətri üçün, bəzən o oturulan yer üçün darıxıblar, həsrət çəkiblər. Bəzən də görürük ki, biraz əvvəlki illərə gedəndə yaşlı nəsil 50 il bundan öncəki əskər yoldaşını unutmur, tələbə yoldaşını unutmur, onların dostluğu davamlı şəkildə davam edir. Amma əfsuslar olsun ki, yaşadığımız dövrdə dostluqların müddəti çox uzun ömürlü olmur. Qardaşlıqların münasibəti müddəti çox uzun ömürlü olmur. Səbəb, Uca Rəbbimiz Quran-ı Kərimdə bir ayədə belə buyurur. O kəslər ki, Allahla əhd bağladıktan sonra onu pozur. Allah'ın birləşdirməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə, fəsad törədirlər. Məhz belələri ziyana uğrayanlardır.